Bu yəli əvəzliyi deyərdim ki, bünövrədir. Əgər siz düzgün danışmaq istəyirsinizsə. Amma buna baxmayaraq yenə də bəzilərində, bir çoxlarında hətta problem yaradır. Nə zaman moy, nə zaman maya, nə zaman mayo, nə zaman mayi formalarını istifadə etməliyəm. Əgər sizin isminiz kişi cinsindədirsə, siz deyəcəksiniz moy. Yəni, məsələn, мой дом, мой стол, мой telefon və s. Əgər isim qadın cinsindədirsə, biz maya şiiyəli əvəzi ilə istifadə edəcəyik. Məsələn, моя сестра, моя ручка, моя kvartira və s. və ilaxır. Qadın cinsindədir, deməli maya. Mayo orta cinsdə. Qeyd edirəm. Мое место, мое окно, мое задание və s. və ilaxır. Mayi cəm haldadır. İsim cəmdirsə, çoxluqdan söhbət gedirsə, deməli mayi. Məsəl üçün, мои братья, мои братья, мои тетради və s. və ilaxır. Мои друзья. Deməli, bunlarda istifadə edəndə bir şeyi də unutmayın. İsimdə kimin dediyi və yaxud kimə dediyi heç bir rol oynamır. Söhbət nədən və yaxud kimdən gedir və o hansı cinsdədir, önəmli olan budur. Və sonunda, əgər əziz məni izləyən şagirdim, izləyicim, rus dilində sərbəst özün məşğul olaraq B2 səviyyəsində danışmaq istəyirsənsə, mütləq mənim danışıq kitabımı əldə et. Ekranda göstərirəm, hansı nömrəyə yazmaq lazımdır. Ətraflı məlumat üçün həmən o nömrəyə yazın. Altda da, videonun altında da ətraflı məlumat vermişəm ki, kitabın içərisində nələr var və yenə də nömrə qeyd olunub.